Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla qarşınızdayım. Gəlin baxaq görək 27 aprel və 4 may tarixlərində bizi nə gözləyir? Nə yenilik olacaq? Buna baxaq. Bu arada qızlar, mən axırıncı videoda, düzdür, axırıncı videoya çox qəşəng dəstək oldunuz. Yəni bunu görməzdən gələ bilmərəm də. Çox sağ olun, var olun. Amma daha da elə bir yüksək bir şey ola bilərdi. Yüksək baxış ola bilərdi. Amma yenə də çox sağ olun, minnətdarım hər birinizə. Sadəcə olaraq bəziləriniz yəqin ki, axıra qədər qulaq asmamısınız. Mən prosta yoxlamaq istədim ki, görüm kim axıra qədər qulaq asır. Orada mən ritual demişdim. Yeni bir ritual paylaşmaq istəyirdim. Kim yəni videonun çox baxış yığsaydı, çox dəstək olsaydınız, yəqin ki, o ritualı paylaşacaqdım. Çünki belə düşünürdüm də, yəni azından sizin fikirlərinizi bilmək istəyirdim ki, paylaşım yoxsa yox. Sadəcə 1-2 nəfər yazdı. Ona görə də fikirləşdim ki, bəlkə də ritual istəmirsiniz. Sadəcə ümumi baxışlar olsun deyə istəyirsiniz. Bilirəm, çoxunuz gəlib axıra qədər baxacaqsınız ki, görüm orada nə demişəm. Amma orada mən demişdim ki, yox, ya da demirəm. Nə demişdim, demirəm. Çünki baxmamısınız, yəqin ki, axıra qədər. Baxsaydınız mütləq ki, yorum yazırsınız. Bilirəm, çox sağ olun buna görə də. Bu dəfə üzərinə bir şey qoyacağım. Buradan seçəcəm. Bir şey qoyacağım üstünə ki, seçməyə rahat olsun sizə. Bir də bu olsun. Kimin üçün vaxt azdırsa videonu saxlaya bilərsiniz. Üzürlü sayın. Aha, məncə hamınız seçmişsiniz və gəlin başlayaq. Birinci variantı seçənlə başlayırıq. Görək nə görünür, nə gözləyir. Siz bilirsiniz də, yəqin ki, çoxunuzun başı çıxırsa bilirsiniz ki, mən videolarımı montaj eləmirəm. Nə varsa odur, elə bir ki, canlı yayım kimi. Məsəl üçün, nəsə su içməyə getmək istəyirəmsə, gedib su içirəm. Çünki bilirsiniz necə, sizi o qədər doğma bilirəm ki, siz elə bir ki, yanımdasınız, elə hiss eləyirəm da. Ona görə, yəni, videolarda nəsə bir xoşuma gəlməyən yerlər olanda heç çıxartmaq da istəmirəm ki, oyun təbii olsun. Hə. Gəlin başlayaq. Birinci sıra olsun bizim iş, maddiyyat, təhsil, pul, yəni. Baxaq görək nə gözləyir. Sonra olsun bizim sevgi həyatımız, şəxsi həyatımız. Və bu həftəmiz bizim hərəkətli olacaqmı? Buna baxaq. Gəlin baxaq görək. Maddiyyat nə görünür bizdən? Aha, qəşəng çıxdı, xoşuma gəldi. Öz ayaqları üzərində duran, ya da ki, öz ayaqları üzərində duran yox, baxımlı ola bilərsiniz. Sizə kimsə maddi kömək eləyə bilər. Və yaxud da ki, nə bilim, işləməsəz belə, ya sizin hardansa pulunuz gəlir, ya ümumiyyətlə, belə deyim də, elə insan var ki, işləməsə belə, onun ya ailədən, ya da ki, hardansa gələn bir pulu var da, ya nəsə mülkünüz ola bilər. Sizə yol görünür. Harası yol ala bilərsiniz, arası gedə bilərsiniz. Amma bəziləriniz var ki, %70% insanlar öz dövlət işi ola bilər. Baxın, hər birinizi arzu edirəm ki, bu iki kart yan-yana gəlsin. Düz, başqa kartlar da var. Prosta indi bu iki kartı gördüm. Çox belə özgüvənli insan və dövlət işində işləyən bir insan. Siz, misal üçün, həkim ola bilərsiniz, siz müstəntiq ola bilərsiniz, siz hakim ola bilərsiniz, nə bilim, başqa polis ola bilər. Yəni, vəzifəli bir insan kimi çıxırsınız da burada. Ya da elə deyilsizsə, sizin ailədən qaynaqlanan elə bir vəziyyətiniz var da, başa düşdünüz. Ümumiyyətlə, ümumən belə götürəndə, ya siz harasa
universiteti bitirmisiniz və harasa CV vermisiniz, bu ola bilər. Və yaxud da ki, universiteti çoxdan bitirmisiniz, harasa CV vermisiniz, dövlət işinə ola bilər və yaxud da ki, dövlət işinə yaxın bir iş ola bilər. Yəni özəl bir iş ola bilər, amma belə deyim də, yəni belə hörmətli bir yer ola bilər, böyük bir yer ola bilər ki, ora siz CV vermisiniz, orada işləməyə yol olacaqsınız. Bəzi şeylər var ki, bəlkə də gizlədirsiniz, heç kimə demək istəmirsiniz. Çox yaxşı bir iş görürsünüz. Yəni, misal üçün, harasa CV vermisiniz, heç kimə deməyin. Bu barədə heç kimə deməyin. Alınsın inşallah. Alınandan sonra da kiməsə məsəl üçün məlumat verməyə ehtiyac yoxdur da. Yəni, oturub işi gözləyən bir adam deyilsiniz. Sanki, belə deyim də, çabalayırsınız, çalışırsınız. Yəni, divanda oturum, stolda oturum. Bütün günü, yəni, əlim üzümdə qalsın. Ay Allah, mənim işim nə vaxt olacaq? Yəni, mən neyniyəcəm? Elə bir insan deyilsiniz. Bacarıqlı, güclü, öz ayaqları üzərində duran bir insansınız. Bu belə maddiyyat. Təhsillə bağlı ola bilər ki, yenə təhsil alanlarımız varsa, çox uğurlu bir yolunuz görünür. Bu həftədən söhbət gedir də, düzdür. Yəni, bu həftə, misal üçün, hansısa bir dərslə bağlı deyim. Yəni, təhsillə çox da uyğunlaşdırmaq olmur. Çünki təhsil tamam başqa bir sferadır. Yəni, maddiyyatla çox da uyğunlaşdırmaq olmur. Amma burada, məsələn, imtahan verənlərimiz varsa, çox rahatlıqla keçəcəksiniz o şeydən, o dərsdən. Və yaxud da ki, misal üçün, iş axtaranlarımız varsa, çox rahatlıqla tapa bilərsiniz. Çünki buna qadir bir insansınız. Bu, necə deyim, İstədiyiniz bir şey varsa, çox rahatlıqla qadir ola bilərsiniz ona. Çünki çox bacarıqlı və güclü bir xanımsınız, yaxud da bəksiz fərq yoxdur. Keçirik sevgi həyatımıza. İş həyatımız qəşəng keçdi. Qəşəng oldu. Sevgi həyatını bir də elə deyə bilmərəm. Sevgi həyatında. Düzdür, baxın, burada olan oturuşmuş, özünü sevən, rahat halınız burada da çıxır. Burada da elə bir insansınız. Burada da özünüzə dəyər verən, sevən bir insansınız. Amma bir münasibətiniz var ki, sizin və yaxud da olub küllərindən doğmusunuz mu deyin bəziləriniz. Yəni, bəziləriniz ola bilsin ki, yeni bir münasibətə addım atmışsınız. Çünki hər şey bitib aranızda. Bəzilərinizdə də ki, yeni münasibət deyil. Sadəcə olaraq istədiyiniz insanla ayrılmışsınız. Çünki arxasını çevirib gedən, amma sevərək bitən bir münasibət görürəm burada. Bitməyi bir həftəlik bir müddətdə bitməyi deyə bilmərəm. Amma hal-hazırki vəziyyət üçün siz də elə bilirsiniz, qarşı tərəf də elə bilir ki, münasibətiniz bitib. Aranızda çox gözəl bir sevgi var. Sevgi var. Amma sevgi ilə yanaşı bir xəyanət, bir yalan, xoşa gəlməz halda var. Bəlkə də bunu bəziləriniz bilirsiniz, bəziləriniz hiss eləyirsiniz, bəziləriniz bilirsiniz ki, üçüncü bir şəxs var həyatınızda, ortanızda var, bunu bilirsiniz. Münasibətiniz, əgər bir yerdəsinizsə, çox ehtiyatlı olun. Yəni, bu insanın səhvini tuta bilərsiniz, yalanını, xəyanətini tuta bilərsiniz və münasibətinizə son qoya bilərsiniz. Ola bilər ki, siz yox, o insan da sizin səhvinizi tuta bilər. Çünki burada arxasından çıxıb gedən və sevərək bitən bir münasibət var. Bəziləriniz də ki, bəlkə də təzə tanış olmusunuz. İnsana hələ də çox güvənmirsiniz və çox da güvənləsi bir insan deyil. Demirəm ayrılın, sadəcə biraz ehtiyatlı olun. Başa düşdünüz? Belə. Baxaq görə həftəmiz hərəkətli olacaqmı? Çox hədsiz dərəcədə hərəkətli olacaq. İstər sevgi, istər iş həyatında. Yəni, daim bir hərəkətli olacaqsınız, daim nəsə eləmək iqtidarında da, belə deyim, olacaqsınız, nəsə eləmək istəyəcəksiniz. İşdə olsun, sevgidə olsun, fərqi yoxdur. Təhsil, yəni hər nə olur olsun, həftəniz çox hərəkətli olacaq. Belə. Belə getdik, gələk ikinci variant seçənlər, görək sizdə nə görünür. Baxaq. İş, maddiyyat, təhsil, görək nə çıxır. Və sevgi həyatımızda nə görünür?
Birinci variantda yeni bir tanışlıq görmədim yəni. Bu həftəmiz hərəkətli olacaqmı? Buna baxaq. Baxaq görək iş həyatımızda nə görünür. İkinci variant seçənlərin əksəriyyəti tələbələr ola bilər. Belə. Baxın, ola bilər ki, sizə ailənizdən bir dəstək gəlir. Və yaxud da ki, ailənizlə bir yerdə harasa gedə bilərsiniz. Yəni, ailə ilə bir yerdə. Birinci variantda ümumi harasa gedə bilərdiniz. Burada isə sırf ailə ilə biri. Baxın, burada daha çox toy, məclis, nişan, nə biləm, xınaba, belə bir şeylər, ad günü, belə bir yer ola bilər ki, ailə ilə bir yerdə gedəcəksiniz və yaxud da ki, evdə qeyd eləyəcəksiniz. Yaxınlarınızın hansınıza bir doğum günü ola bilər və yaxud da ki, xoş bir gün ola bilər. Amma ümumilikdə nə görünür? Bəziləriniz ola bilsin ki, bir-iki nəfərlə nəsə bir iş qurmağa çalışırsınız və yaxud da ki, o insanın sizə dəstək olmasını istəyirsiniz. Amma daha çox burada. Özdə xüsusilə 5-ci ayda. Baxın, 27 aprel və 4 may tarixi dedim də. Daha çox 5-ci ayda biraz maddi tərəfdən sıxıntı yaşaya bilərsiniz. İstədiyiniz bir şey ala bilməkdə çətinlik çəkə bilərsiniz. Kreditiniz varsa onu ödəməkdə çətinlik çəkə bilərsiniz. Ailədən dəstəyi daha çox görürəm. Biri var ki, istədiyiniz bir insana sizə köməyi və yaxud da ki, dostunuz, tanışınız belə bir insanın köməyi. Bir də var ki, sırf ailənin dəstəyi. Məsələn, ailənizdən borc ala bilərsiniz ki, bunu mən işləyəndə sənə qaytaracağam. Və yaxud da ki, deyə bilərsiniz ki, mən belə bir sıxıntıdayım, mənə bir kömək elə. Sırf ailə. Ailə və doğma bildiyiniz bir insanda daha çox bu ailə çıxır. Ola bilər ki, misal üçün, sizin sevdiyiniz insan ola bilər ki, uzun müddətli bir yerdəsiniz və o insan sizə doğma kimi gəlir. Bu da ola bilər. Amma 5-ci ayda bir sıxıntı görünür sizdə. Misal üçün, işlə bağlı, iş tapmaqla bağlı mı deyim, işə CV verməklə bağlı mı deyim. Bu həftə biraz gözləsəz daha yaxşı olar. Düzdür, biraz çalışırsınız. Çox yox. Biraz çalışırsınız, harası məsəl üçün CV verirsiniz, haradasa nəsə bir şeylər eləməyə çalışırsınız, amma bu həftəni biraz belə deyim də gözləyin, gələn həftədən inşallah eləyərsiniz. Baxaq sevgi həyatımız nə çıxır. Sevgi həyatımızda uzun müddətli bir insanla bir yerdə siz ola bilər. Və yaxud da ki, təzə tanış olmuşsunuz, amma ki, elə hiss edirsiniz ki, bəzən olur insanlarda, elə hiss edirsiniz ki, sanki bu insanı siz çoxdan tanıyırsınız, təzə tanış deyil. Bəzən hər birimizdə olur bu hallar, sizdə sanki belə bir vəziyyət var. Və yaxud da ki, belə bir vəziyyət olmasa belə, bu insanla çoxdan tanışsınız. Amma siz necədir, bilmirəm, nəyidənsə qaynaqlı münasibətinizin üzərində çox bir ağırlıq var. Yəni, istədiyiniz addım ata bilmirsiniz. Misal üçün, planlayırsınız ki, sabah görüşəcəksiniz, amma görüşünüz alınmır. Və yaxud da ki, planlayırsınız ki, misal üçün də sabah bir gün və yaxud da ki, ayın filan vaxtı bir şeyi həll eləyəcəyik və yaxud da bir yerə gedəcəyik. Bunu belə eləyəcəyik, alınmır. Münasibətinizin üzərində bir ağırlıq var. Mən cadu demirəm ha. Mən ağırlıq deyirəm. Bəlkə də bir yerdə deyilsiniz. Bu insan çox darıxır sizin üçün. Ümumiyyətlə, çox sizin üçün yox. Ümumiyyətlə, həyatından darıxır. Həyatında maraqlı olan bir şey yoxdur. Nəsə, həyatını bəlkə də sizinlə olan münasibətdən sıxılır. Baxın, bu da ola bilər. Bir yerdə sizinlə olan münasibətdən sıxılır. Yəni, münasibətinizə bir yenilik qatmaq lazımdır ki, bir yenilik olsun. Bəzən oğlanlarda və fərqi yox qızlarda, insanlarda bəzən olur ki, münasibətdən sıxılıram elə bir. Misal üçün, o insanı sevirəm, çox istəyirəm, amma münasibətdən sıxılıram. Bir-birinizə qarşı, belə deyim, o sizə qarşı necədirsə, siz də ona qarşı el olmağınızı istəyir. Yəni, mən sənə addım atıramsa, sən də mənə addım atmalısın. Belə bir insandır. Biraz işkolik ola bilər, yəni işləməyi sevən bir insan ola bilər və yaxud da ki, işləməyi sevən bir insan qoyaq bir qırağı, pula önəm verən bir insan ola bilər. Pulu çox sevən bir insan ola bilər. Buğa, oğlaq, qız bürcündən ola bilər. Yüksələn və yaxud da ki, ay bürcü ola bilər. Qərar verir. Qərar verən kimi addım atmır, oturur, çox fikirləşir. Belə
ağır-ağır addım atan bir insandır. Əgər danışmırsınızsa, addım atmasını görmürəm. Yəni hələ ki fikirləşir, addım atmaq. Məsəl üçün bu kral ümumiyyətlə çox gec addım atmağı sevən bir kraldır. Düşünür, ondan sonra addım atır. Biri var ki, düşündüm, qərar verdim, addım atıram. Bu belə deyil. Məsəl üçün bir yerdə deyilsinizsə, hələ ki addım atmasını görmürəm. Ümumiyyətlə bir yerdə deyilsinizsə, bu insan sanki sizdən çox sıxılmış. Baxın, burada sıxılma da var idi. Sizdən gedib biraz özündə avtomatik olaraq bir rahatlıq tapıb. Belə bir şey də ola bilər. Elə. Amma addımı hələ ki görmədim. Həftəmiz hərəkətli olacaq. Belə deyim də sizə. Gözləmədiyiniz anda, gözləmədiyiniz bir vaxtda, tarixdə, saatda fərq yoxdur. Bir şey olacaq, bir şey baş verəcək. Yaxşı və ya da pis, bunu tək qartla demək olmur. Amma gözləmədiyiniz bir anda bir şey baş verəcək. Nəsə bir şey olacaq, nəsə bir yenilik olacaq, hərəkətlənmə olacaq. Gözləmədiyiniz bir anda yaxşı da ola bilər, pis də ola bilər. Keçirik üçüncü varianta. Görək sizdə nə görünür. Birinci sıra olsun maddiyat, pul, təhsil, iş. İkinci sıramız sevgi həyatımız bizim. Bu həftəmiz hərəkətli olacaqmı? Buna baxaq. Yəni su içim gəlir. Birinci sırayla başlayırıq. Görək. Gözlədiyiniz bir xəbər var. Gözlədiyiniz bir məktub var. Gözlədiyiniz bir sənəd var. Düzdür, var bunlar. Xəbər ola bilər, misal üçün iş yerindən, təhsil, fərq yoxdur hər yerdən. Bu həftə üçün bağlıdır sizin üçün. Bu həftə üçün alınan bir şey yoxdur. Bağlıdır, askıya alınıb, əli qolu bağlıdır. Yəni 3 kartımız, yəni biri desəydi, haradasa bir yol tapardın başqa kart. Amma burada 3 kartımız da deyir ki, əli qolu bağlıdır, askıya alınıb və bağlıdır da elə ki, nəsə bir gözlədiyiniz bir şey varsa bağlıdır. Sadəcə o şey nədirsə onun xəyalını qurursunuz. Ta ki oturursunuz, fikirləşirsiniz ki, bu belə olacaq, bu belə olacaq, bu belə olacaq, daha yaxşı olacaq. Biraz xəyalpərəst insan ola bilərsiniz. Düşünürsünüz ki, yaxşıya doğru ki, inşallah ki, yaxşıya doğru getsin. Yəni mənim də gözləntim odur. Amma bu həftə ərzində alınması görünmür. Bu həftə ərzində olması görünmür. İnşallah ki, özümüzə gələn həftədə yaxşı çıxır. Çünki 3 kart əlim qolum bağlıdır, bir şey eləyə bilmirəm, bağlıdır deyirsə, burada yapacaq bir şey yox. Yəni burada ortada bir sənəd və gözləmə var. Zəng ola bilər, telefon zəngi ola bilər ki, kimdənsə gözləyirsiniz ki, o sizə zəng eləyəcəkmi, xəbər verəcəkmi? Misal üçün deyib ki, bu həftə ərzində sənə xəbər eləyəcəm, bu belə olmalıdır, belə olmalıdır. Siz də gözləyirsiniz ki, o yaxşı olacaq. İnşallah ki, yaxşı olacaq, amma bu həftə üçün alınmasına təəssüflər olsun ki, hələ ki görə bilmədim. Keçirik sevgi həyatımıza. Bunu tanıyırsınız da, bilirsiniz. Egoist, narsist bir insan. O, egoist, narsist bir insan. Qoç bürcü ola bilər, şir bürcü ola bilər. Oxatan da ola bilər arada. Və soyuqqanlı və sözünü promo edən bir xanım. Bir insan. Görürsünüz, arxanızı çevirmişsiniz ona ki, gəlib mənə yalvarmalısan sən. O da egoistdir. Siz də sözünüzü deyirsiniz, sanki soyuqqanlı bir insansınız. Və yaxud da ki, belə deyilsiniz. Bu həftədə nə baş veribsə, o sizə neyiniyibsə, xoşa gəlməz bir hal baş verib ki, siz ona qarşı belə davranmışsınız.
Bir-birinizə qarşı tutqunuz var, bir-birinizə qarşı istəyiniz var. Ehtiras dolu bir hissləriniz də ola bilər. Gələcəyə dair bəzi planlarınız var və yaxud da ki, siz ondan gələcəyə dair bəzi şeylər gözləyirsiniz, amma onun sözə hələ ki verə biləcəyi bir şey yoxdur. Çünki bilirsiniz necədir? Özünü daha çox sevən bir insandır bu. Bu şəxs kimdirsə, özünü daha çox sevən bir insandır. Addım deyirsinizsə, addım olacaq, bəli. Birli bir zaman bu insanın sizə, siz necə ola bilər addım? Gəlin belə izah edeyim də sizə. Addım olacaq, amma o addımın davamı gəlməyə də bilər. Bu müvəqqəti bir addımdır. Xoş olan bir addımdır, sizi üzünüzü güldürən bir addım ola bilər, amma ondan sonra insan geri çəkilmiş ola bilər. Belə hallar ola bilər bəzilərinizdə. Amma siz necə? Siz ikiniz ümumiyyətlə baş-başa gəlirsiniz bundan. Siz onun dediyini belə deyim də, udan bir adam deyilsiniz. O deyirsiniz də deyəcəksiniz, onun cavabını verəcəksiniz. Çox da yaxşı eləyirsiniz məncə. Çox sevirəm də, yəni belə insanları, yəni baş əyən insanları sevirəm. Siz də beləsiz. Çox gözəl. Baxaq görək həftəmiz hərəkətli olacaq. Həftəmiz duyğusal olacaq. Bu da çox gözəl bir kartdır. Baxmayın, burada kişidir. Siz ola bilərsiniz, duyğusal bir qərar verə bilərsiniz. Kiməsə yardım eləyə bilərsiniz, köməklik eləyə bilərsiniz. Bu necə yardım? Məsəl üçün, adi bir şeyləri yemək vermək belə yardımdır da, düzdür. İtlərə, pişiklərə, hansısa bir heyvanlara yardım eləmək belə köməkdir. Mən çox sevirəm elə insanları, çox da dəstəkləyirəm. Siz də duyğusal bir insansınız və yaxud da ki, həmin həftədə siz duyğusal bir tərəfiniz yəni oyana bilər və kiməsə maddi tərəfdən, sevgi tərəfdən nəsə bir köməklik eləyə bilərsiniz. Həftəmiz hərəkətli yox, daha çox duyğusal keçəcək. Belə. Xanımlar və bəylər, izlədiyiniz üçün hər birinizə sonsuz təşəkkür edirəm, var olasınız. Şəxsi açılım eləmirəm, sadəcə burada sizlərlə belə ümumi açılım eləyirəm ki, sizə də xoş olsun. Çünki mən sizi çox istəyirəm və mən sizsiz. Mənə həftədə ən azından bir dəfə görüşürük. Yəni, inanın ki, videonu çəkəndə çox xoşbəxt oluram ki, elə bilirəm ki, siz mənim qarşımdasınız və sizlə söhbət edirəm. Həqiqətən də. Təzə bir elə öyrəşə bilmirdim, amma indi elə bilirəm ki, siz mənim qarşımdasınız və sizlə söhbət edirəm. Bu mənim üçün olduqca xoş bir şeydir. Kim axıra qədər izləyibsə, kim mənə dəstəkdirsə, çox xahiş edirəm. Yəni, videonu izləyəndən sonra inanın səmimi, mən buradan pul qazanmıram. Sadəcə olaraq mənim videolarımı bəyəni sayısı çox gələndə mən çox sevinirəm. Baxış sayısı, bəyəni sayısı çox gələndə sevinirəm ki, yəni siz buna mənə dəstəksiniz, mən də davamını çəkim. Belə. Öpürəm hər biriniz, özünüzə yaxşı baxın. Yaxşı ki varsınız. Sağ olun.